Bakının Xətai rayonu Məhəmməd Hadi 72 ünvanında Həzi Aslanov metro stansiyasının yaxınlığında yerləşən çox mərtəbəli yaşayış binalarının birində yanğın hadisəsi baş verib. Gördüyünüz kimi ev yanaraq tamamən külə dönüb. Fövqəladə Hallar Nazirliyinin yanğın söndürücüləri tərəfindən, yanğın söndürənlər tərəfindən evdə baş verən yanğın söndürülüb. Evdə xəsarət alanların olub-olmaması ilə bağlı hələ ki tam məlumat əlimizdə yoxdur. Bu barədə məlumatı olduqca sizlərlə paylaşacağıq. Amma sakinlərdən aldığımız məlumata görə, ilkin məlumata görə evdə deməli qalan 2 nəfər Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən pilləkənlər vasitəsilə, pəncərədən sallanan pilləkənlər vasitəsilə xilas ediliblər. Hazırda evdən deməli yanğın baş verən evdən görüntüləri sizə təqdim edirik. Gördüyünüz kimi evdə demək olar ki, bütün məişət əşyaları, mebellər və divarlar alçıpana qədər yandığı, çılçıraqlara qədər yandığı göz önündədir. Evin vəziyyəti təbii ki, ekranlarınıza gətiririk evin vəziyyətini. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğına dərhal müdaxilə edərək digər mənzillərə keçməsinin qarşısını alıb. Hazırda biz az öncə qeyd etdiyimiz kimi BTV xəbər olaraq yanan mənzilin tam içindən sizlərə son dəqiqə görüntülərini çatdırmağa davam edəcəyik. Sadece bütün maşinler çok